Həzrət Peyğəmbər sallallahu aleyhi dünyasını dəyişib. Amma buyurduğu o kəlmə ki var, o hədis ki var, o hədisdə Həzrət Peyğəmbər sallallahu aleyhin bir növ özü yaşayıb. Baxın, Həzrət Peyğəmbər özü də riayət elədiyi, əməl elədiyi bir işi tövsiyə eləyir, buyurur hədisində. Və Peyğəmbərin özünün, vücudunun və yerinə yetirdiyi rəftarın və əməlin enerjisi də plus yüklənib hara? Həmin o hədisə. Və o hədis o dövrdə deyilibsə, ta bugünkü gündə də kimə deyilsə bu söz ki, Peyğəmbərimiz belə buyurub, dinindən, əqidəsindən asılı olmayaraq hamıya xoş gələcək bir sözdür. Və bu hədisində müsbət bir enerjisi var da. Mən o dini baxımdan, yəni anladığım cəhətdən deyirəm ki, insanın sözünün hələ pozitiv enerjidən təsir dairəsi ki var, ki nə qədər hansı məsafədə təsir qoyur, onun elədiyi, belə deyək, iradəli şəkildə, ixlaslı şəkildə yerinə yetirdiyi əməllə bağlıdır. Çünki sözün altında əməl var. O Qurani Kərimdə buyurur ki, pak gəlmə Allah tərəf ucalar. Onu da qaldıran nədir? Salih əməl. İxlasdır, salih, yaxşı bir əməldir ki, əməldir sözü qaldırandır. Yəni yerinə yetirirsənsə, sözün də belə deyək, sözə də güc verirsən, qüvvət verirsən, enerjisi, o da qalxır yuxarı. Və bu danışıqlarımızın arasında da bu cürdür ki, mən əgər bir sözü deyirəm, təsir qoyursa, deməli bu sözün arxasında mənim əməlim var. Mən onu yerinə yetirirəm ki, deyirəm. Həzrət Peyğəmbər bu cəhətdən ki, özü yerinə yetirdiyi sözü deyib və o da ta bugünkü günə qədər o sözün enerjisi, mən deyərdim ki, 1 qram da olsun, belə deyə öz dilimizdə azalmayıb var. Həzrət Peyğəmbərin bəşəriyyət, belə deyək, sözü buyurduğu gündən ta bəşəriyyətin sonuna qədər o qüvvədədir, enerjisi yerindədir, qalır. Hətta onlar